Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və əccil fərəcəhum. Hörmətli tamaşaçılar, sizləri Həzrəti Zəhra salamullahu aleyha şəbəkə-i cəhanidə xoş gördük. Sizləri salamlayır və xoş gördün deyirəm. Bildiyiniz kimi söhbətlərimiz silsiləvari davam edir. Bugünkü söhbətimizin də mövzusu Əhl-i Sünnə kitablarında İslam tarixidir. Biz bir neçə cələsədir ki, məclisdir ki, proqramlarımızda İslam tarixinə Əhl-i Sünnə gözü ilə baxırıq və çoxlu söhbətlərimiz olur bu haqda. Bununla bağlı bugünkü söhbətimizin də qonağı İslam aləminin böyük alimlərindən olan Şiənin fəxri Həzrəti Ayətullah Seyyid Hüseyn Musəvi Zəncani Həzrətləridir. Selamun aleykum. Aleykümselam və rəhmətullah. Xoş gəlmişsiniz studiyamıza. Muvaffaq olasın inşallah. Bəndə də salam ərz edirəm. Cənabınızın məhzərinə Aleykümselam. və əziz tamaşaçıların məhzərinə. Təşəkkür edirəm. Siz işarə buyurdunuz ki, bəhsimiz budur ki, Əhl-i Sünnətin kitablarının üzü ilə tarixə baxaq. İstirik sabit edək, Əhl-i Sünnətin öz kitabından özlərinin xəbəri yoxdur. Heç ehtiyacımız yoxdur deyək ki, uləma-i Əhl-i Sünnət gəlin, usul-u kafi şiəni oxuyun. Bəli. Gəlin, Bəhar Əllamə-i Məclisini oxuyun. Bəli, dürüst. Tarif eləmirik ya. Sizin öz kitabları şiəni kamilən çox ziba yetirib. Şiə nə deyir? Səhih Buxari behtərin kitabdır. Şiə nə deyir? Səhih Müslim behtərin kitabdır. Öz kitablarınızı oxuyun, vəli oxuyun vaqən. Oxuyun, fikr eləyin. Heç müşkili bizim yoxumuzdur. Behtərin kitab, yəni izləyicilər də başa düşməsinlər, farsidir. Behtərin ən yaxşı kitab ki, şiəni başa düşmək üçün, yəni biz öz kitablarımızın dəlil gətirmirik, sübut gətirmirik. Əgər kim istəsə ki, şiəni başa düşsün, şiənin dediklərini başa düşsün, geçsin elə Səhih Buxariyə baxsın. O Səhih Buxari ki, sənəddir də, sünnilərin ən belə mötəbər kitablarıdır. Geçsin, onlara baxsın, bizim sənədlər deyirik. Onlara baxsın və təşxis eləsin, müşəxəs eləsin ki, biz nə demək istəyirik? Şiənin sözü nədir? Biz heç kimi dəvətləmirik, gəlsin Sul-Kafiyə baxsın, Bihar-ül-Ənvara baxsın. Əhsən. Çox qəşəng bəyan elədiniz ki, biz istəyirik, sabit eləyək, möhtərəm Əhl-i Sünnət, möhtərəm aləman Əhl-i Sünnət, ittilaları yoxdur. Xəbərləri yoxdur. Bizim müşkilimizin budur ki, xəbərlər yoxdur. Gediblər, neçə rivayət oxuyublar, namaza raci, oruca raci. Bəli. Amma tarix İslam öz kitablarında nədir? Quran-ı Kərimlərində nədir? İttila yoxlardı, xəbər yoxlardı. Hala bundan ayrı mən ibarəti Türki bələddə öyrənməyəm. Əgər ibarəti behtərəz bu var, siz buyurun. Xəbərləri yoxdur. Əslən, kör-körənə riayət edirlər. Bəli. Təqlid edirlər. Dəlilimiz nədir? Bəli. Bizim müşkilimiz Əhl-i Beyt buyurub. Bəli. Buyurub, əllimu məhasinə kəlamına. Mərdumə bizim məntiqimizi örgədin, dav eləməyin, ey şiələr. İmam-ı Baqir, İmam-ı Sadiq, biz şiələrə buyurub ki, mərdumla müəddəb danışın. Mərdumla qəşəng istidlal eləyin. Biz Əhl-i Beytin məntiqin xəlqa deyin. Day sizin vəzifəz yoxdur, gedəz filan dövlətin, kişvərin, biri buna əsləhə verəz, ona maşın verəz, biri daiş ola, biri ənnisr ola, mərdumun başını kəsər. Bu din yolu deyil. Din yolu söz yoludur. Qanaxan, nə deyəriz? Mürəkkəb axan yerdə qanaxmaz. Gedin mürəkkəb axsın fəzazda. Qələmlə gedin. Bismillahirrahmanirrahim. Nun vəl qələm. Harca yazıb Bismillahirrahmanirrahim, xəncər və adam öldürmə. Vardır İslamda? Xeyr. Bugünkü mətləbimiz o əndazə mühimdir. Nəinki məni tələbəyi həqir deyirəm mühimdir. Özü, muhtəva. Bəli. İçindəki söz çox mühimdir. Niyə mühimdir? Çünki uləma-i Əhl-i Sünnət əslən yetməyib o vadiyə. Bəli. Qurandan şuru eləyək. Əgər ki, mən Quran gətirməmişəm. Bismillahirrahmanirrahim. Surə-i Məryəm, ayə-i 33-cü. İnnəllâhə istəfə Adəmə, Adəm. Nə alı Adəm? İnnəllâhə istəfə Adəmə və Nuhən. Nə alı Nuh? Bəli. Və alə İbrahim və alə İmran ələl aləmin.
Allah intixab eləyib peyğəmbərliyə, imamlığa Adəmi özün, Bəli. nə alın, nə ailəsin. Ailəsin. Nuhun özün, Özün. nə ailəsin. Amma İbrahimin ailəsin Ali İbrahim gəlir. və İmranın ailəsin. Bəli. Allah intixab edib nə üçün? Peyğəmbərliyə, imamlığa. Bu Quran deyə yox. Həm şiənin də, həm sünnünün də. Buradakı ixtilaf yox. Xeyr. İnnallâh əstəfə Adəm, Nuh, Ali İbrahim. Demir innallâh əstəfə Adəm, Nuh, İbrahim, İmran. İkisi ki axırda var. Bunlar nədirlər? Al. Yəni xanəvadə-i İbrahimdən biz peyğəmbər, imam gətirəcəyik. Bəli. Xoş. Həzrəti Adəmdən qabaqkiların al yoxudur. Ailə yoxdur. Bəli. Necə? Tamam peyğəmbərlərdən ki, Adəmdən sonra gəliblər. Sən də özün diqqət elə gördün ki, mənim bəyanım naqisdir. Bizim türkünə, sizin türkün fərqi var. Qəşəng tozih ver. Gözümüzdə. Həzrəti Adəmdən ta Həzrəti İbrahimə kimi neçə min peyğəmbər var. Heç birinə al deməzlər. Deyərlər, qalə əxuh, Quran buyurar. Bəli. Qalə əxuhum Şuayb. Qalə əxuhum Salih. Tamam bu cürdur. Bəli. Tamam peyğəmbərlərə qalə əxuhum Hud. Qalə əxuhum Lut. Tamam peyğəmbərlərə deyər ki, siz qovmuzun qardaşısınız. Bəli. Əx. Əx yəni ki, nəmədir? Qardaş. Qardaş. Amma İbrahimdən sonra da əx yoxdur. Qardaşdan xəbər yoxdur. Heç bunu əhl-i sünnət baxıblar. Heç kitablarını təhqiqdən xəbərləri yoxdur. Mən bir belə 21 təfsirlərinə baxmışam bu yoxunda. Heç xəbər ibadətlərdən yoxdur. Əslən bu vadiyə gəlmirlər. Bir xəbər. Heç daddan xəbərləri yoxdur. Quran deyir, İbrahimin xanəvadəsindən gətirəcəyik imam peyğəmbəri. Tutuldu. Pəs, Peyğəmbər İslamın barəsində Türkiyədə bir alimi mənbərdə deyirdi, mənə özləri dedilər, Qumda, şəhri Qumda. Bəli. Dedi, ağa, sizin sözünüz batıldır. Dedim, niyə batıldır? Dedi, bəyə Peyğəmbər padişahdır, vəliəhdi onun oğlula. Vəliəhd öləndən sonra vəliəhdin oğlula. Peyğəmbər dünyadan getdi, niyə xanəvadəsi ola? Əbu Bəkr olsun, Ömər olsun, İslamda xanəvadəgi yoxdur. Qardaş, Quranı oxu. Demədim, kafi şiən oxu. Öz kitabı oxu, mümin, bir xəbər, benava. Quran deyir, İnnəllâh əstəfə alə İbrahim. Xanəvadədən çıxmayacaq eşiyə. İbrahimdən sonra Kurey zəmində ruz qiyamətə kimi Allah deyib, heç kəsə mən nübüvvət verməm. Məgər ki, Ali İbrahim ola. Xub, Ali İbrahim, nəcür Ali İbrahim ola? Gedib Surə-i Nisa'da ayə 54-də nədir? Əm yəhsudunən nasə alə ma atahumullah və qəd ateyna alə İbrahim. Nə və qəd ateyna İbrahim? Və qəd ateyna alə İbrahim əl-kitabə vəl-hikmə və ateynəhum mulkən əzimə. Xanəvadə-i İbrahimə mən vermişəm həm nübüvvəti, həm sünnəti, həm imaməti mulk-i əzimi. Bəli. Duruz. Bəli. Həmin surə-i Al-İmran ki, qəblən oxuduq, orada nedir? Allahümmə malikəl mulk, tu'til mulkə mən təşa və tənzi'ul mulkə mimmən təşa. İmamət mülkü sən verəcəyən, imamət mülkü də sən alacaqan. Bəs gəldilər, Əbu Bəkri özləri imamət elədilər. Bəs bunlar Allah'dırlar. Diqqət buyurun, tozih vereyim. Bu ayə deyir, imamət verən, peyğəmbər verən fəqət Allah'dır. Bəli. Allahümmə malikəl mulk, malik padişah vaqi kimdir? Allah. Allah'dır. Tu'til mulkə mən təşa. Sən fəqət bir nəfərə imamət versən, verəcəyən. Əbu Bəkrlə Ömər gəldi, dedi, bu ayəni təfsir etsəz, dədəzi yandıracağım. Ömər Səbiq Əraqiyə dedi, sən Quran düşünən, dədə o yandırıram, getdi xurmanın ağacının laxlarından. Bəli. Sərih deyiləm, bu ibarət mənim deyil, tarix deyir. Dədə o yandıracağım, nə eləyəcəyəm? Bir qədri vırdı təpəsindən, qan yetdi, bir ay bunu pansivan bağladılar, təbid elədi. Niyə sən istəyirəm düşünən Quran nədir? Məgər bu Quran demir, tu'til mulkə mən təşa.
Allah gərək imamət verə. Ki, ağayan, əhl-i sünnətin ağaları, əziz qardaşlar gəldilər, dedilər, bu ayəni təfsir edənin başını kəsərik. Ömər dedi, başını kəsərəm. Ayə sərih deyir, tu'til mulkə mən təşa. Allahümmə ya eyyuhənnas, hansını deyir? Deyir, eyyuhənnas, ya deyir Allah. Qur'an deyir, Allahümmə tu'til mulkə mən təşa. Ömər dedi, nə? Allah, mən qoyun kənara. Cəmaət, gəlin, Əbu Bəkri rəy verin. Bəs bu ayəni niyə gizlətdiniz? Bəli. Adam gələr, müsəlman gələr, Qur'anın əleyhinə kudut elər, hərbi çövürüşlər elər. Bəs niyə elədilər bunu? Bu bir. İkinci, Qur'an surəyə mübarəkiyə, Tövbədə deyir ki, vəl təkum minkum ümmə yəd'unə iləl xeyr. Yəmrunə bil məruf və yənhunə əl-münkər. Bu Qur'anda da, Bəli. Surə-i Tövbə Qur'an deyə yox. Bəli. Deyir ki, Qur'anın yanında gərək bir tip insan ola, muvazıb ola Qur'andan, mərdumu dəvət eləyə, Qur'ana əmr məruf eləyə, nəhyəz münkər. Bunu Qur'an deyirəm, mən deyirəm. Mən şiə deyirəm, ya Qur'an deyir. Qur'anın yanında gərək bir tip ola. Bu tipi ki, Qur'an təyin edib kimdir? Əmr məruf, nəhyəz münkər. İmam Hüseyin Ruz Aşura nə dedi? Dedi, mənim qiyamım riqabət döyür. Bəli. Münafis edərmilik döyür. Münazə edərmilik döyür. Qudrət üstə dava eləmirəm. Bəli. Padişahlıq istəmirəm. Ən amirə bil ma'ruf və ən hanil münkər və ən əsirə bi sirəti cəddi. Rasulullah. Mən istəyirəm əmr və ma'ruf nəyəz münkər eləyəm. Düzdür? Bəli. Xob, bəs Qur'an deyir, vəl təkum minkum ümmə. Bir tip gərək sizdən adam olar, adamdan olar. Bəli. Bu Qur'anı təfsir eləyər. Əmr məruf nəhy münkər eləyər. Ömər dedi, həsbuna kitabullah. Yəni nəmə? Qur'an bizə, bəsdir. Qur'an deyir, bəs deyil. İndi Ömər Qur'andan cəng elib, mən gəlim tamam pəs verim, kötəgim mən yiyim. Ağayı, əziz, nuru çeş, böyük qardaş əhl-i sünnət. Biz söz belədik, dava bələt döyürük. Hər kəs müsəlmanların bir-birinin əleyhinə lənət yolluya, föhş verə, bunlar nökərlər edilir. Biz föhş vermirik. Biz bəd demirik. Deyirik, Qur'an deyir, Qur'andan qeyrəz vəl təkum minkum ümmətun yəd'unə ilə. Bir ümməti gərək ola, Qur'anı düşünə xərqə dörgədə. Ömər gəldi, yox elə. Yəs buna? Kitabullah. İndi Ömər Qur'anla müxalifdə, onun kötəkin mən yiyim. Buradan da soğuşa. Bəli. Xob. Mətləb əvvəl bu oldu. Qur'an deyir, innallahə istəfa, innallahə istəfa, nə innəl cəmaətə istəfa. Cəmaət intixab elər rəhbəri Qur'anda, ya Allah intixab elər. Allah. Bəs nə olub bunlar, ağayan əhl-i sünnət Qur'andan düşmən olublar? Öz düşmən deyil ha, Qur'anı gözlərindən çox istəyirlər. Mən muhtəqidəm əhl-i sünnət 100% mümindirlər İslama, amma İslamın cövhərindən xəbərləri yoxdur. Bir-birlə biz özümüzü ota, o yana, bu yana atırıq, əl çalırıq, su xəmranlıq edirik, gecə günüzü roz oxuruq, ağlarıq. Ta əhl-i sünnəti möhtərəm, bu əziz qardaşlar, ayxala deyələ, bu şiyələr niyə özlərini vururlar? Deyik, baba, Peyğəmbər deyib, sizi vurmayaq. Özümüzü vururıq, siz ayxasız. Nəmə deyirik? Əlan şuru edirəm da. Mənə bir dənə əhl-i sünnət möhtərəm, Bəli. şəxsilərdən qumda, mən danışırdım, su xəmran mən idim. Utarandan sonra gəldi, ağa, sənin sözün batıldı. Dedim, əziz, türkü belə dedim, o İstanbul'u danışıram, düşünürdük. Bəli. Dedim, niyə mən iştiba eləmişəm? Mən örgətdən olan mənə müəllim. Mən müəllimi çox istərəm. Dedi, axır, ağay ruhanim, məgər İslamda padişahlıq var? Dedim, yoxdur. Bəs siz deyirsiniz, Peyğəmbərdən sonra elə, Əli olsun, Bəni Haşimdən imam, İmam Hüseyin olsun, bunun nəvələri nəçiz olsun. Dedim, mən deyirəm məgər. Və siz deyirsiniz də, dedim, xeyr, sənin Qur'anın deyir. Hayan da deyir. Dedim, innallahə istəfa, ya innəl cəmaətə istəfa. İnnallahə, bəs Allah intixab edir. Bu bir. İkinci, Ali İbrahim'i deyib, ya İbrahimin özün deyib. Dedim, Ali İbrahim. Xob, Peyğəmbər də buyurub ki, deyin sələvatda, Allahümme salli ala Muhammedin və al Muhammed kəma salleytə ala İbrahim və Ali İbrahim. Peyğəmbər buyurub da, bu da Surə-i Nuhda ayə-i neçədə deyir ki, bəli, rəhmətullah və bərəkatuhu aleykum əhləl beyt innəkə hamidun, innəhu hamidun məcid. Bütün namazlarında o şey deyirlər ona. Bəli.
Necə anlamırlar, amma namazlarında hər gün deyirlər. Əslən fikr eləmirlər ki, bu sözü deyirik. Qur'an deyir, Həzrəti İbrahimdən sonra xilafət imamət xanəvadədə gərək ola. Ağay sünni muhterem gəlib mənə deyir, məgər padişahidir, dədədən balıya vəliyəhlik qala. Qur'an deyir, bu bir məsələdir, rəmzi var. Rəmzini deməmişəm hala. Bəli. Əlan deyirəm. Rəmz nədir? Allah buyurdu Adəmə. Bəli. Sən Habili elə özüva vəsi. Bəli. Qabilə dinən mən sənin dədə olam. Amma vəsiyyəti öyrətdim Habilə. Gör nə eləyəcək. Habil gəldi. Qabil gəldi Habili öldürdü. Hə, dedi niyə? Dedi ki, xop əcəb sənin sözün qəbul oldu, nəzlin qəbul oldu, mənim nəzlim qəbul olmadı. Həzrət Adəm dedi ki, bala innəllahiyyə təqəbbəlu minəl muttəqin. Sənin bu qardaşın muttəqi adamıdır. Nəzri qəbul oldu, mən də vəsiyyətimi verdim ona. Bəli. Pəs Allah qudrəti Adəmdən qeytərdi ovladını, yətdi ovladını. Düzdür? Bəli. Bu bir. Gəldik ki, çatarıq Həzrət Şeysə, Adəmin kiçik oğlu. O da oğlanlarının mütədəyyininə verdi xilafəti. Bəli. O da gəldi, çıxdı Həzrət İdrisə. İdris də o yaxçı oğlu ki, mütədeyyini muttəqiydi, ona verdi xilafəti. Bəli. Onun da nəvəsi oldu Həzrət Nuh. Nuh da xilafəti verdi kimə? Oğlu Sama. Xilafət gəldi, çıxdı Həzrət İbrahimə. İbrahim kimə verdi? Qonşusuna. Cəmaət getdi, verdi filan qonşuya, filan həmsayəyə verdi oğluna, Həzrət İsmaila. Düzdür. Həzrət Yəquba çatdı. Həzrət İshaqın oğlu kimdir Yəqub? Bəli. Yəqub kimə verdi qudrəti? Yusufə. Yusufə. Ağa, dində, Ali İbrahimdə fəqət nübüvvət olar. Ayrı şəcərədə olmaz, olmaz, olmaz. Hala gedək Adəmin cəryanına. Şəcərə yan nə türküdə? Ağac. Ağac. Hansı ağacıdır beşdə? Əhl-i Beyt burada da ağac yoxdur. Adam şəcərəsidir. Allah bir dənə daşın üstündə yazmışdı. Adəmə dedi, o sənsən, bu ağaçdır, o sənsən, onun balan Habildir, bəd Şeysdir, bəd İdris, bəd Nuh. Bax, tamam peyğəmbərlərin qiyafəsi ki, hənuz yaranmamışdı, Allah Həzrət Adəmə nişan verdi. Burada bu şəcəriyə yoxun olma. Niyə yoxun olmayım? Burada o qudrəti ki, əzəməti ki, o axıra vermişəm, o gül kimindir? 5 dənə alə-əbayə. Ona baxsan, hisadətin qıbtəl elən. Hisadət elən. Onu yoxun gəlmə. Şeytan gəldi, dedi ki, ittifaqan nə məzəmət var, Allah verib Muhammed və Ali Muhammedə. Həzrəti Adəmin bir miqdar ürəyi tutuldu. Niyə əzəməti Allah mənə verim? Allah dedi, buyur eşiyə. Mən sənə demişdim, la təqrəbə haziş şəcərə. Bu şəcərənin ağaçdır da, biri bədənə deyərik, bilmirəm siz nə deyəriz. Bu yanlara deyək şaxə. Şaxə, budaq. 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 Əhsən, lax budaq deyərik biz. Budaq. Bu şəcərə İsmailə çatır, çatır Həzrət İbrahimə. Olur 2 dənə şaxə. Bəni İsrail, Həzrət İshaqın nəvələri. Bəni İsrail, İsmailin nəvələri. Allah 48 dənə peyğəmbər bundan nəvələrinə verdi. Həzrət İbrahimin kiçik oğlunun nəvələrinə verdi. Yahudi qövmünə. Əhsən. Həzrəti Musa, İsa, Zəkəriya, Yəhya, Davud, Süleyman, Huşə, Yuşə, Ermiya, hamısı onlardan. Yahudilər. Həzrət İsa'da bunlar tutuldu. Allah nübüvvəti verdi İsmailin nəvəsinin nəvəsinə Həzrət Peyğəmbər İslam'a. Bəli. Onlar dedilər, niyə bizim əmimizdən ola, bizdən olmuyor? Bəli. Oldular düşmən. Allah bizim Peyğəmbərə dedi ittifaqən, sən giriftar olacaqsın öz səhabıva. Bəli. Necə? Ömərdir, Əbu Bəkdir, Ömərdir, Osmandır, Əbdurrəhman ibn Ovdur, Səd-i Vəqqasdır. Bunlar ölürlə qudrətdən ördü. Dər hali ki, bu şəcərədə mən Allah, səni Peyğəmbərə yazmışam. Dinən ənə və əliyyum min şəcərətin vahidə. Mənlə Əli bir şaxiqa. Mən öləndən sonra Əlidir. Bəli. Ali Muhammed həmin şaxi az Ali İbrahim dər Ali İsmaildir. Buradakı necə Peyğəmbər o əvvəlcə giriftar olmuşdu. Yahudilər bilir ki, Peyğəmbərə görə gəlmişlər Mədinəyə. Əhsən. Gəldilər, gördülər ki, onlardan deyil. Onlardan deyil, qəbul eləmədilər. Əhsən. Burada da imamət üstündə Həzrət Əlidə həmən o giriftarlıqları o da qəşəng gəldin, yaxşı tozih verdin. Yəhudilər belə bilirdilər ki, o Peyğəmbəri ki, Tevratda yazılıb ayəndə gələcək, onlardandır. Gəldilər Mədinəyə, Peyğəmbər zuhur elədi, dedi, ağa sən bizdənsən, dedi, yox, mən zinəmiz oğluyam. Bəli. Mən Həzrət İsmail nəvəsiyim də, bəs bu cür olsa, bəni İsraildən olmasa istəmirik. Oldular düşmən. Düşmən.
Cəbrail nazil oldu. Peyğəmbərə buyurdu ki, ey Peyğəmbər, əshabıva buyur, siz bu yolu getməyin, hisadət eləməyin. Bəli. Ənə və əliyyum min şəcərətin vahidə. Amma sizin içinizdə bir şəcəri məl'unə var. Bu ayə Qur'an'da Sure-i Bəni İsrail'də ya, Əsra. Bəli. Şəcəri məl'unə, o laxa dediniz, nə deyərdiniz? Budaq. Budaq. Budaqları. Həmin Həzrəti İbrahimin nəvələrinin içi gəlir, çatır Həzrəti İsmail oğlu İsmail Qeydar, axırda çatır Peyğəmbər İslam'a durur. Bəli. Bunların budaqlarının biri Ömərin babasıdır, biri Əbu Bəkrin babasıdır, biri Osmanın. Onlara deyərlər şəcərə-i qeyri-musmirə. Yəni o budaqları ki, onlardan imamət meyvəsi yoxdur. Peyğəmbər gəldi, çıxdı mənbərə. Dedi, mənim Ali İbrahim, Ali Muhammeddən xəlifələr. Bu məntiq-i Qur'andır. Gərək bu şəcərədə ola. Adəmdən bu ağaçdadır. Bəli. Meyvə-i nübüvvət imamət. Xo, Əbu Bəkr Ömər dedi, biz də elə sizdənik. Necə sizdəniz? Ağa, ya Rasulallah, sənin baban Nəzr ibn Kənanədir, adına deyilir Qureş. Bizim də babamız, 7-ci babamız, 8-ci babamız Nəzr ibn Kənanədir. Nəzr ibn Kənanənin 3 dənə, 4 dənə oğlu var. Birinin nəvəsi Peyğəmbər oldu, nəticəsi. Birininki Ömər oldu, birininki Osman oldu, birininki oldu, nə bilirəm, Əbu Bəkr. Əbu Bəkr. Zahir qət. Bəli. Peyğəmbər buyurdu, o ələn siz yaxçı dedi şaxiyə. Budaq. O neçə dənə budaq oldu Qureş. O bir dənə budaqdan gərək gələ İmam Peyğəmbər. O da bizimkidir. Şəcərətün nübüvvə və mavzi'ir risalə və müxtələfil mələkə və mə'dinil ilm və əhl-i beytil vəhy. Oradan gərək imam ola. Bir ağac ki, böyətmək istəyəndə onun başqa budaqlarını kəsərlər ki, o budaq düzəlsin, böyüsün. Bəli, bəli. Əhsən, qəşəng kömək edirən. Peyğəmbər buyurdu ki, ittifaqən ağacı istəyər rüşd eləyə, gərək hərəs eləyə. Bəs hərəs eləyə. Siz əgər bir nəfər gələ, şəcərə-i musmirə-i imamətə, muzahim ola, Qur'an deyir, şəcələtül məl'unəti fil Qur'an. Habili kim öldürdü? Qabil. O, Qabil oldu şəcərə-i məl'unə. Məl'unə. Duruz? Bəli. Həzrəti İbrahimin oğladı, Həzrəti Nuhun uşaqlarının hər biri, misal Nuhun oğlu getdi, boğuldu ya. Bəli, iman gətirmədi. İman. Onlara deyərlər şəcərə-i məl'unə. Yəni o budağı ki, çün imamət oradan dördü, paxıllıq çəkirdi, o birisi budağa, buna deyərlər şəcərə-i məl'unə. Yusuf Peyğəmbər də həmən qaziyə gəlmişdi başına. Əhsən. Həzrəti Yusufu kim saldı? Öz qardaşları. Qardaşları. Çün tövbə elədilər, Allah bağışladı. O həmin qaziyə idi. Peyğəmbərə xitab gəldi, əhl-i sünnət yazıblar. Sən mərduma dinən, ənə və əliyyum min şəcərətin, və əli mənim budağımdandır. Bu da imam. Bəli. Əbu Bəkr, Ömər, Osman gəldi də çıxdılar Peyğəmbərdən sonra mənbərə lap o başa. Əbu Bəkr. Dedi, düz dedi, bu cümləri düz deyir, Əbu Bəkr, bu sözü düzdür, amma nədir bərdaşt elədi, nədir ondan istifadə elədi, o qələt. Təfsiri qələt. Dedi, qalə Rəsulullah, həqdir, qalə Rəsulullah. İmaməti fi Qureyş. İmamət Qureyşdədir. Mən də Qureyşdənəm. Pəs mən imamam. Qulaq as. Ömər gəldi, dedi ki, qalə Rəsulullah, İmaməti fi Qureyş, imam Qureyşdəndir, bizim şaxədəndir, mən də min Qureyşdən. Osman da bu sözü dedi. Həzrət Əli su suvarırdı. Siz nə deyəz məzrədə? Su suvarmaq deyərik. Su suvarırdı. Bəd gəldi, işi utuldu, gəldi cəryan vəfat Həzrəti Peyğəmbər, ya şəhadət Peyğəmbər əleyhissalam vücuda gəldi. Gəldi, məşğul oldu Peyğəmbəri dəfn eləyər. Bəli. Soruşdu, nə xəbər, səqifədə nə edirlər bunlar? Ağa, bunlar dedilər, biz Qureyşdənik, Peyğəmbər, Ali Muhammədik. Bəli. Bizə rəy verin. Benim o mərdumda savadı yoxdur. Bunlar dedilər, Ali Muhamməd, Qureyş, bizik, mərdum da ona səs verdi. Peyğəmbər dedi ki, əza, bəli, ehtəccu bi şəcərə və əza-u səmərə. Əli buyurdu ya. Bunlar ehticac elədilər, dəlil yətdilər Qureyşdənik. Bu düz. Bunlar dedilər şaxayı Qureyşin ətrafından. Amma niyə səmərəsi ki, mənə mi yandırdılar? Mənə niyə otvurdular? Baba, düzdür Peyğəmbər buyurub, əl-imaməti fi Qureyş.
Amma buyurdu, ənə və əliyyum min şəcərətin vahidə. Bəli. O ki, gərək imamət oradan gələ, al sıdq eləyə. Əbu Bəkr, Ömər, Osman, al Muhammeddir, al. Bəli. al Muhammeddir, ailətir Rəsul, Bəli. dür. Ağa, gəldilər, xutbəsi Əbu Bəkr mi deyə? Nəhnu əşirətu Rəsulillah, nəhnu zil qurba. Biz əşirə-i Peyğəmbərik, zil qurba bizik, hər kəs zil qurba olsa olar xəlifə. Düz? Bəli. İmam Hüseyin dedi ki, kimin başına bök qoyuruz? Kimi aldadırsınız? Ha? Kimi aldadırsınız? Kimi alladırsınız? Bəs siz deyirdiniz, çün mərdum bizə rəy verib, xalq, cəmaət bizi Bəli. istir imamıq. Bu vaxta kimi belə deyirdilər. Gördünüz, ağacız rüşd eləmədi. Bəli. Gördünüz, bu hilə cür yetmədi, nə vaxtdan siz Ali Muhammed olmuşuz? Siz Ali Muhammedsiniz? Məgər Ali Muhammed gəlib arvadları çıxartmadı, qadınları. Bir dənə çadır getdi, pərdə-i Kəbədənlidir. Çəkdi öz başında Peyğəmbər. Hamımız bilir, əhl-i sünnət nəql eləyiblər. Hamısı qəbul var idi. Buyurdu ki, Əli, Fatimə, Həsən və Hüseyin və özüm getdilər hara? Ali Aba. Ali Əba. Getdilər o Bəli. parçanın altına. Bəli. Duruz. Buyurdu ki, Xudaya şahid ol, Ali Muhammed fəqət bulardır. Ümmü Sələmədir, ya Rasulallah, mən də gəldim, sən yaxşı arvasan, amma bura gəlmə. Ayşədir, ya Rasulallah, mən də gəlim, buyurdu, sən mənim əyalımsan, vəli Ali Muhammed. Ona deyəli ki, imamət bulardan ola. Bunlar xums yiyərlər, zəkat bunlara Haramdır. haramdır. Sizə zəkat haramdır, xums haramdır. Allah paşkılar. Bunlara deyərlər etrət, mənim xanımlara etrət deməzlər. Bəli. Bunlara deyərlər siqlə əsğər, mənim xanımlarıma siqlə əsğər deməzlər. Bəli. Bunlara deyərlər varis imamət, miras-ı nübüvvə, Ali Muhammed deyərlər, vəli sizə bundan deməz. Siz mənim usrat-ı nübüvvə xanavadəm, siz əmmi Ali Muhammed varis imamət deyirsiniz. Bəli. Getirdim sözü, Bəli. hala nəticə. Əlan kitabları görün. Tamam sünnülərin əsli bu cür yazıblar, uləma-i muhtərəm əhl-i sünnət yazıblar. Əbu Bək dedi, mənim məşruiyyət xilafətim burdandır ki, zil qurbayam. Mən çün ibarət elan dedim da, Qureyşdənəm, Bəli. əl-imamətü min Qureyş. Çün mən Qureyşdənəm, pəs mən imamam. Həzrət Əli buyurdu, Qureyşlik tək kafidir ki, gərək zil qurba olan, Ali Muhammed olan başıva əba çəkələ, Allah deyə bax, bunları deyirəm, Peyğəmbər deyə bax, bunları deyirəm. Ali Muhammed fəqət bunlar. Bəli. Xob, bəs ağalar ki, çıxıb mənbərdə uləma-i muhtərəm əhl-i sünnət deyirlər, məgər İslam padişahıydı, Peyğəmbərdən sonra Əli, Əlidən sonra Həsənin oğlu, Həsəndən sonra ola Hüseyin, ondan sonra Hüseynin oğlu, Hüseynin nəvəsi, Hüseynin nəticəsi. Mən demirəm, sənin Quranda deyir, al, Ali Muhammed, Ali İbrahim, zil qurba. Təəccüb buyurdu. Bəli, bəli. Bu ağalar gəlib oxur, bir dənə sünni qəşən yoxurdu. Qulillahümmə malikəl mulk. Ey Peyğəmbər deyilən, ey Xuda, malik mulk sənən, padişahan sən, tutil mulkə mən təşa. Mülkü, imaməti gərək sən verən. Dedim, ay geçmə bula, fikr eləməmiş oxuma. Quranı oxumanı Allah neynir? Quranı düşün. Fikirləş. Quran deyir ki, ləalləkum tətəfəkkərun. Bu oxur deyir, ləalləkum təqrəun. Ümidi varam Quran oxuyacaq. Əslən bu cür Quran var, ayə var Quranda. Deyə ümidi varam Quranı yollamışam, siz oxuyasınız. Hayanda yazıb bunu? Ağa, söbdən axşama Mədinənin şəbəkəhay, nə deyiriz, qənavat. Bəli. Qanatları. Bəli, qanatları. Mahvarələri. Televizyonları. Bəli. Gecə-gündüz nə elirlər? Gecə-gündüz Mədinəlilər fəqət hədis oxurlar. Şəbəkəhay Məkkə nə oxur? Fəqət Quran oxur. Bəli. Hansı ayə deyib ki, ləalləkum təqrəun? Tap görün Quranda. İş yoxdur əslən. Quran deyib, ləalləkum tətəfəkkərun. Ləalləkum tə'ləmun. Ləalləkum təqilun. Quran deyir, fikrlə Ərəbistan doludur oxumaqla. Oxumaq mən düktürəm. Misal deyirəm. Bəli. Götürəm, yazam ağa, Cənab-ı Xudanı ki, deməlisiz, 3 dənə ampul, 3 dənə qurs, 3 gün istirahət. Bunu yazan verəm sənə. Sən bunu oxu. Oxusan toxtaran. Yox. Bəs niyə bunlar oxurlar?
Gecə gündüz Quran oxu. Sən təfəkkür edirsən. Mərdumun başına bök qoyuruz. Bəli. İslam deyir ki, ayələrin axırında demişəm, fikr elə. Quran deyir, ləalləkum ki, təfəkkərun. O yandan da deyir, Baulikəl mulk, tu'til mulkə mən təşa və tənzi'ul mulkə mimmən təşa. Fəqət imaməti sən verirən, mulki, padişahını sən verirən və sən Allah'ın. Gəlib deyir, Əbdurrahman Avf, Ömər deyir. Hər kəs Əbdurrahman ibn Avf ona rəy versə, o xəlifədir. Bəli. Mən, Bəs nə oldu? Bəs seçilmək nə olurdu? Mən qalə Əbdurrahman ibn Avf huvə imam, fəhuvə imam. Allah'dan da yuxarı çıxıb. Əbdurrahman ibn Avf hər kəsi imam bilsə, o imamdır. Ömər, sən İslamı qəbul eləmişsən? İslamı qəbul etsən, bu ayını oxuduran. Qalə Ömər ibn Xəttab, əhl-i sünnət vücur deyərlər. Qalə Seyyidina Əmirül Mümin Ömər ibn Xəttab raziyallahu anh, Qulullahumma malikəl mulk, tu'til mulkə mən təşa. Bunu oxu, qoyum gözümün üstünə. Bəli. Qur'anı qoyublar kənara, Qur'an deyir, baba, imamı gəlir, Allah intiqab eləyə. Deyək, cəmaat intiqab eləsin. Allah haqqı yoxdur Əbdurrahman ibn Avf təsmin tutaq imamət barəsində. Bəli. Bu necə dindir? Bu necə məzhəbdir? Ağa, bizim gecə günümüzü bunlar qaraldıblar, ağayanı vəhhabilər. Şiyələr münhərifdirlər. Niyə? Şiyələr yollarını itiriblər. Bunlar müşrik olublar. Niyə? Əsli tovhid biz vəhhabilərindir. Nə deyirən sənin tovhidin? Tovhid budur ki, Əbdurrahman desə biri xəlifədir, o xəlifədir, Allah desə xəlifə deyil. Allah Əbdurrahmancada yoxdur. Buzurgtərin rantxarı dünya, qarun tarixi bəşər. Necə? 1000 dənə at Beytülmaldan uğurladı. Həmin Əbdurrahmanın müşaviri Ömər. Bəli. Özləri yazıblar. Kullən əhl-i sünnət. 1000 dənə dəvə uğurlayıb Beytülmaldan. 70 dənə inək dərisi özləri yazıblar Beytülmala uğurlamışdı. Özləri yazıblar. Bir kərə biz də yazmamışıq. Duruz? Əbdurrahmanın Avf. 1000 dənə dəvə, 10.000 dənə qoyun, 10.000 dənə qoyun. Bəli. Deyirlər, bozorgtərin tövlə, təvilə, tarix onunkudur. Ömər deyir, bu rantxar, bu qarunu tarix, hər nədirsə imam, hər kəs imam intiqab eləsə, o imamdır. O da Osman imamdır, oldu imam. Amma Quran deyir, Allahümme malikəl mulk, tu'til mulkə mən təşa. Ağa biri Allah ki, Əbdurrahman ibn Avfca qudrəti yoxdur. Bu tovhidi mən bir dəstə səbziyə almamışam. Bəli. Bilməm siz səbziyə nə deyəriz? Səbzə yaşıl, göy-göyərti. Göy-göyərti. Allah ki, ağayanı vəhhabiyyun müərrif edir, haqqı yoxdur, imam intiqab eləyər. Bəs kim intiqab eləsin? Əbdurrahman ibn Avf. Bəs necə tovhiddir bu? Allahın qudrəti bəndicə də yoxdur. Sən necə müsəlmansan? Biz həm də görürük ki, buradan bunlar ki, deyirlər ki, seçilməklə olar xilafət. Biz birinci Əbu Bəkirlə, Osman, Ömərə baxanda bunların hərəsində bir rəveş gedib. Hərəsində bir yolla seçiblər. Öməri kim intiqabı? Fəqət Əbu Bəkir. Bəli, fəqət Əbu Bəkir elədi. Osmanı... Fəqət Ömər. Fəqət Ömər. Bu seçilmə yoluna olmadı ki. Hamı düşündü, kudutadı da. Bəli, seçilmə yolu əslən olsa elə Əzət Əli idi. Hərbi görüşlü damısı. Bəli. Qutuldu. Bilməm nə qədər vaxtımız var. Vaxtımız demələr tamamdır. Bəs bu cümləni deyim, şən saniyə, neçə saniyədə. Ağayan Vəhhabiyyun ərz elədik qabaq ki, cələsələrimizdə, proqramlarda onların Allahları Tevrat Allahıdır. Bu bir. Bəli. Quranlarında da Bismillah həmd oxumazlar. Çün Tevratda həmd yoxdur. Dünyaya deyələ, ey Yahudular, bilin siz tərbiyət eləyən müsəlmanlıq. Çün hər kəs Yahududan din alsa, o Bismillah deməz. Ağayan əhl-i sünnət də deyir, Allahu Ekber, Elhamdülillah Rabbil Alemin. Quranda Bismillah var, Tevratda yoxdur, hazır oldular. Quranın Bismillahın yiyələ, amma Tevratdan əl götürməyələ. Bu dindir. Biz qardaşlıq istirik. Bəli. Biz innəməl müminə istirik, sülh istirik, səlamu, səlavatu, dostu istirik. Dava ilə müşkilə şiyasın nə həll olmaz ki? Fəqət bəradəri, fəqət qardaşlıq, fəqət o xuvvət, innəməl müminə ixvə. Dava yoxdur. Gərək dava müsəlmanlar içində gedə, hamı qardaş olur. Çox sağ olun Hacı, sizə təşəkkür edirəm. Çox bir neçə cələsədir ki, gəlirsiniz bizim studiyamıza, təşrif buyurursunuz. Zəhmət veririk sizə, bizim o qaranlıq qalan məsələlərimizi, dünyaya qaranlıq qalan məsələləri, Əhl-i Beytin məzlumiyyətini cəmaata çatdırırsınız.
Bir daha sizə təşəkkür edirəm. İnşallah gələcək bəhslərimizdə sizi gözləyirik burada. Xalqımız, özümüz sizi gözləyirik. Hörmətli tamaşaçılar, gördüyünüz kimi söhbətlərimiz daha da maraqlı bir məcraya gəlib çıxıb. Hər gün daha maraqlı söhbətlər gedir burada. İnşallah bizi izləməyi unutmayın. Burada dediyimiz mətləblərin dalıyca gedin. Burada çalışırıq ki, biz vəhdət yaradaq, qardaşlarımızla, sünni qardaşlarımızla vəhdət yaradaq, vahid bir ümmət olaq. İnşallah ki, müvəffəq olarıq. Sizləri Allaha tapşırıram.